Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala ehli beytihi teyyibin tahirin el-ma'sumin el-mukarramin ve la'netullah ala a'daihim ecma'in minel-an ila qiyami yevmiddin. A'udhu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Mübarək Ramazan ayı ilə demək olar ki, artıq vidalaşırıq. Allah bu mübarək ayda tutduğunuz orucları, etdiyiniz ibadətləri, duaları hər birinizdən ali dərəcədə inşallah qəbul eləsin və bizləri bu aydan əliboş çıxan bəndələrindən qərar verməsin. Bizləri bu ayın feyzindən, rəhmətindən, bərəkətindən Allah binəsib eləməsin inşallah. Artıq Fitr bayramının gecəsinə doğru gedirik, daxil oluruq. Bu gecənin özünə məxsus bir fəziləti var. İl ərzində neçə fəzilətli gecə varsa, biri də Fitr bayramının gecəsidir. Hətta qeyd olunur ki, Qədir gecəsindən geridə qalmır. Kimlər ki, Qədir gecələrində bağışlanmayıblarsa, fürsətdir, Allah onlar üçün yeni bir fürsət yaradır. Fitr bayramının, yəni Ramazan bayramının gecəsində, gecəyə daxil olarkən belə bir fürsət yaradıb ki, biz özümüzü həmin gecələrdə, həmin o gecədə, bayram gecəsində bağışladaq. Ona görə də bu gecə üçün bir neçə əməllər tövsiyə olunub. Biri budur ki, insan qüsul ala. Bu gecənin insan qüslunu yerinə yetirə. Əhya saxlamaq tövsiyə olunub. İl ərzində neçə gecə ki var, əhya saxlamaq fəzilətlidir. Biri də bayram gecəsidir. Bayram gecəsində yaxşı olar insan əhya saxlasın. İmam Hüseyn əleyhissalamı ziyarət eləmək. Açıq səma altında durub İmam Hüseyn əleyhissalama salam vermək yaxşıdır. Ən azından insan olduğu yerdə əlini sinəsinə qoya, qısa olaraq bu salamı verə İmam Hüseyn əleyhissalama ki, Əssalamu aleykə ya Əba Əbdillah və bacarırsa bunu da əlavə eləsin. Və aləl ərvahilləti həllət bifinaik. İmam Hüseyn əleyhissalamı ziyarət eləmək əhəmiyyətlidir bu gecələrdə. Və fitrə zəkatın ayırmaq. Yaxşıdır ki, insan bayram gecəsində fitrə zəkatın hətta çatdıra bilməsə də, fitrə zəkatını ayırsın, qoysun bir kənara və bayram günündə artıq bayram namazına qədər və yaxud da eləyə bilməsə zöhr namazına qədər insan fitrəni ehtiyac sahiblərinə çatdırmalıdır. Bu qısa olaraq bayram gecəsi ilə əlaqəli bir neçə əməllər idi. Bu neçə gündə ki, bizlər Allahın hökmünə əməl elədik, oruç tutduq və bu oruc vasitəsilə Allaha yaxınlaşmağa çalışdıq. Bunu bilək ki, artıq bizim ruhumuzda bir sıra müsbət dəyişikliklər baş verib.
fərqində olmasaq da, amma diqqət eləsək ilə fərqində də olarıq. Görərik ki, bizim ruhumuzda müsbətə doğru böyük bir dəyişiklik baş verib. Oruc gəldi, bizdə bu bir ay ərzində belə bir xüsusiyyət yaratdı. Bizə həqiqi ehtiyaclarımızın nədən ibarət olduğunu başa saldı. Oruc vasitəsilə biz başa düşməliydik. Başa düşdük ki, inşallah bir sıra ehtiyaclar ki var, mən bütün ömrümü sərf eləmişəm ki, onları əldə edeyim. Sən demə, həqiqətdə mənim onlara ehtiyacım yoxdur. Oruc gəldi, bizə həqiqi ehtiyaclarımızı başa saldı. Həqiqətdə mənim nəyə ehtiyacım var? Oruc gəldi, bunu başa saldı. Bizi gəldi həmin o maddi məsələlərdən ayırdı, maddi keyflərdən, ləzzətlərdən ayırdı və başa saldı ki, sənin həqiqətin maddiyyatla məhdudlaşmır. Sənin həqiqətin təkcə maddi tərəfindən, cisim tərəfindən ibarət deyil. Bugün dünya bu qədər inkişafı ilə, texniki tərəqqisi ilə, bu qədər səsi ilə, küyü ilə insanı öz həqiqətindən ayırıb. İnsanlar vaxt tapa bilmirlər, özləri ilə məşğul olarlar, özləri ilə məşğul olsunlar, öz ehtiyaclarını başa düşsünlər, fitrətlərinin, ruhlarının səsini eşitsinlər və həqiqi ehtiyaclarını təmin eləsinlər. Yaşadığımız zamanda bu imkanlar məhdudlaşdırılıb, insanlar daha çox maddiyyata sövq olunub, insanlığın yolunu daha çox maddiyyatla məhdudlaşdırıblar. Mübarək Ramazan ayı belə bir anda, belə bir zamanda gəlir, bizim əlimizdən tutur. Bizə bunu başa salır ki, insan qəflətdən oyan və həqiqi ehtiyacına doğru get. Biraz bu maddi aləmin səs-küyündən azad ol, qop bu maddi aləmdən, öz fitrətinin səsini eşit, öz həqiqətinə baş vur, ruhuna baş vur və öz həqiqi ehtiyaclarınla tanış ol. Görəcəksən ki, sənin həqiqi ehtiyacın sənin fitrətinin səsidir, ruhunun səsidir, ruhunun ehtiyaclarıdır. Oruc gəldi, bizdə belə bir xüsusiyyət yaratdı. Oruc gəldi, bizdə təqva xüsusiyyətini yaratdı. Təqva barəsində cümə söhbətlərimizdə də biz danışdıq. Təqva, yəni imtina etmə xüsusiyyəti. Oruc gəldi, bizdə bu xüsusiyyəti yaratdı. Biz bir ay insanlıq iradəmiz vasitəsilə, ruhumuzun qüdrəti vasitəsilə, ruhumuzu gücləndirdik, qüdrətləndirdik, iradə tapdıq və bunun vasitəsilə bir çox şeylərə yox deməyi bacardıq. Bir çox şeylərdən imtina elədik, ləzzətlərdən imtina elədik, yeməkdən, içməkdən imtina elədik. Və başqa bizi özünə məşğul eləyən məsələlərdən, işlərdən imtina elədik. Bunu bacardıq. İmtina etmə xüsusiyyəti əldə elədik belə bir zamanda. Özümüzlə, həqiqətimizlə tanış olduq ki, əslində bizdə o güc var, bizdə o qüdrət var, bizdə o potensial var ki, bizə deyilən o həqiqətlərə biz çata bilək, əldə eləyə bilək həmin o məqamları. Bəzən danışırıq bu qədər söhbətlər, bu qədər moizələr. Axırda insan düşünür ki, çatmaq olmur. Axı, neynəsəm də çata bilmirəm axı. İradəmi gücləndirə bilmirəm, nəfsimlə mübarizədə məğlub oluram, özümlə bacarmıram. Amma mübarək Ramazan ayı gəldi, bax bunu bizə sübut elədi. Bunu sübut elədi ki, bacarmaq mümkündür. Bax, bacardın. Bir ay sən bacardın.
öz iradən vasitəsilə, Allaha təvəkkül vasitəsilə, Allahın köməyi vasitəsilə sən bu işi bacardın, yox deməyi bacardın, imtina etməyi bacardın. Və indi bu xüsusiyyəti ki, səndə verdim, səndə yaratdım bu xüsusiyyəti, özünlə götür, bunu təkcə Ramazan ayı ilə məhdudlaşdırma. Bu ayda qoyub çıxma bu aydan. Özünlə götür bu xüsusiyyəti, bu imtina etmə xüsusiyyətini, özünə yox demə xüsusiyyətini, bu qüdrəti, bu gücü, iradəni özünlə götür və il boyu bu halda ol. Günahlara yox deməyi bacar. Baxın, oruc nə əzəmətdə, nə böyüklükdə bir iş görür bizim üzərimizdə. Nəfslə mübarizə aparmaqda bizə nə qədər köməklik eləyir? Bizdə özgüvən yaradır, özünə inam yaradır bizdə ki, sən bacararsan, sən bacararsan. Bu qədər mühüm bir həqiqəti bizə çatdırmaq istəyir oruc. Ki, biz həqiqətən də bacararıq. Necə ki, bir ay müddətində bacardıq. İndi ya Allah, Ramazan ayından çıxandan da sonra elə bu halda olasan, elə bu xüsusiyyəti özünlə götürəsən, aparasan başqa aylara, digər aylara. Bayram namazının qunutunda dua var, xüsusi bir duası var. Yaxşıdır ki, bayram namazının qunutunda o dua oxunsun. Allahümmə əhləl kibriyai vəl-əzəmə və əhləl cudi vəl-cəbərud və əhləl əvfi vəl-rəhmə və əhləl təqva vəl-məğfirə. Əsəlukə bihaqqə hazəl-yəvm əlləzi cəəltəhu lil-musliminə idə. Ey böyük, ey əzəmətli, səxavətli və qüdrətli, əfv edən və mərhəmətli, çəkinilən və bağışlayan Allahım. Müsəlmanlar üçün bu günü bayram qərar vermisən. Peyğəmbər üçün isə zəxirə, şərəf, kəramət və firavanlıq qərar verdiyim bu günə xatir səndən istəyirəm ki, Peyğəmbər və soyuna öz xeyir-bərəkətini nazil edəsən. Zuhrən kəlməsi işlənir, zəxirə. Müsəlmanlar üçün bayram qərar veribsən. Mən bir ay oruç tutdum, özümlə mübarizə apardım, nəfsimə qələbə çaldım. Nəfsimə qələbə çalmışam və gəlirəm bunu bayram olaraq qeyd edirəm. Biz bunu yadımızda saxlayaq ki, bayram günündə biz bunu qeyd eləmirik ki, mən artıq bundan sonra istədiyim vaxt yeyəcəm. Yeməyin bayramını eləmirik. Biz bir ay nəfsimizə qələbə çalmışıq, qalib çıxmışıq nəfslə mübarizədə. İradəmiz güclənib, ruhumuz qüdrət tapıb, imtina eləyə bilmişik insanlıq xüsusiyyətimiz əsasında. İmtina etməyi bacarmışıq, özümüzə, nəfsimizə yox deməyi bacarmışıq, nəfsə qələbə çalmışıq deyə gəlirik, onu bayram olaraq qeyd edirik. Bugün bizim bayramımızdır, biz nəfsimizə qələbə çalmışıq, nəfsimizə qalib gəlmişik, özümüzə yox deyə bilmişik. Bunun bayramıdır. Müsəlmanlar üçün bayram eləyibsən, qərar veribsən. Peyğəmbər üçün zəxirə. Biz əslində bu ay vasitəsilə Peyğəmbərə böyük bir sərmayə veririk, zəxirə veririk. Peyğəmbər onu qoruyub saxlayır bizim üçün və qiyamət günündə Həzrət Peyğəmbərə şəfaət etmə imkanı veririk. Orucumuz vasitəsilə, nəfsimizlə mübarizədə qalib gəlmişik. Bunun vasitəsilə Peyğəmbərə zəxirə veririk. Zəxirə, yəni yığılıb saxlanılan, gələcəkdə gözlənilən
çətinliklər vaxtı, çətinliklər zamanında xərclənəcək, istifadə olunacaq bir mal. Buna zəxirə deyərlər. Özümüz üçün zəxirə götürmüşük bu aydan. Peyğəmbər üçün zəxirədir. Peyğəmbər bu ay vasitəsilə bu aydan nə qədər istifadə elədik, bunun vasitəsilə bizə şəfaət eləyəcək. Peyğəmbərə şəfaət etmə imkanı veririk. Mübarək Ramazan ayının vasitəsilə, orucumuz vasitəsilə. Amma gəlin, mübarək Ramazan ayından çıxandan sonra o zəxirəni, o yığıb saxladığımız, çətin günlər üçün yığıb saxladığımız həmin o malı zay etməyək, xarab eləməyək. Peyğəmbərin əlindən o zəxirəni almayaq. Peyğəmbərə təhvil verək ki, Peyğəmbər bizə şəfaət eləyəcək qiyamət günündə, çətin anlarda. Ona görə də mübarək Ramazan ayından da sonra yenə də bizim üzərimizdə böyük bir məsuliyyət qalır. Məsuliyyətli olmalıyıq. Yığdıqlarımızı zay etməməliyik, məhv eləməyək, yandırmayaq, aradan aparmayaq. Çünki yaxşılıqlar, günahlar vasitəsilə aradan gedir. Pisliklər vasitəsilə biz onları yandırırıq, aradan aparırıq. Necə günahlar, pisliklər, yaxşılıqlar vasitəsilə aradan gedir. Yaxşılıqlar vasitəsilə Allah o pislikləri yaxşılığa çevirir. Eyni ilə yaxşılıqlarımız da, savablarımız da, gözəl əməllərimiz də günahlar və pisliklər vasitəsilə dəyişir, aradan gedir. Ona görə də gəlin mübarək Ramazan ayından çıxandan sonra bu halı özümüzdə qoruyaq, saxlayaq. Nə badə əziyyət çəkib zəxirə ki yığmışıq gələcəyimiz üçün, qiyamətimiz üçün, Peyğəmbərə ki vermişik bu zəxirəni, onu aradan aparmayaq, onu zay eləməyək. Ona görə də əleyhissalam mübarək Ramazan ayı barəsində Fitr bayramı ərəfəsində tövsiyələrindən biri budur ki, bir neçə tövsiyəsi var Həzrət Əli əleyhissalamın. Biri də budur ki, Əli əleyhissalam buyurur və uddu fəraidəllah. Həzrət Əli əleyhissalam buyurur, vacibləri yerinə yetirin. Davamlı olaraq yerinə yetirin. Bunu bilin ki, namaz təkcə mübarək Ramazan ayına aid deyil. Günahdan çəkinmə təkcə mübarək Ramazan ayına aid deyil. Nəfslə mübarizə aparmaq təkcə mübarək Ramazan ayına aid deyil. Özünə yox deməyi bacarmaq, özünə yox demək təkcə mübarək Ramazan ayına aid deyil. Namazları vaxtında qılmaq təkcə mübarək Ramazan ayına aid deyil. Allahla daha çox ünsiyyət qurmaq, dualara sarılmaq, çoxlu dua eləmək, istiğfar eləmək, bu təkcə mübarək Ramazan ayına aid deyil. Bu davamlı olmalıdır. Əli əleyhissalam buyurur, bunu təkcə, yəni ki, mübarək Ramazan ayı ilə məhdudlaşdırmayın. Vaciblərdə davamlı olun, davamlı şəkildə yerinə yetirin. Uddu fəraizəllah. Allahın vaciblərini yerinə yetirin. Davamlı olaraq yerinə yetirin. Bu hidayət prosesin mübarək Ramazan ayından da sonra davam etdirək. Düzdür, mübarək Ramazan ayının özündə belə bir qüdrət var idi. Belə bir əzəmət var idi. Mübarək Ramazan ayı bərəkətli günlər idi, əlimizdən çıxır. Buna insan təəssüf hissi ilə yanaşmalıdır. Çox təəssüflər olsun ki, bu rəhmət günləri artıq əlimizdən çıxır. Əlimizdən çıxır Allahın rəhmət ayı, Allahın ziyafəti sona yetir.
Allah bu ayda bizi öz ziyafətinə dəvət eləmişdi. Amma baxırıq ki, artıq Allahın o möhtəşəm ziyafəti sonlanır, sona çatır. Biz Allahın o ziyafət süfrəsindən yavaş-yavaş durmaq üzrəyik. O süfrədən dağılışmaq üzrəyik. Bu adamı yandırır. Çox təəssüflər olsun. Çox təəssüflər olsun ki, əgər biz mübarək Ramazan ayının əhəmiyyətini başa düşmədiksə, çox təəssüflər olsun, əgər biz mübarək Ramazan ayının çıxmağına seviniriksə, belə bir his varsa bizdə, çox təəssüflər olsun. Belədirsə, deməli biz mübarək Ramazan ayının əhəmiyyətini başa düşməmişik, dəyərin, qiymətin başa düşməmişik. Bəli, bu baxımdan insan fərəh hissi keçirir ki, İlahi şükür olsun sənə ki, bu illəri də, bu günləri, bu orucu, bu ibadətləri mənə nəsib elədin. Mən bu ayı dərk elədim, mən bu ayı yaşadım, bacardığım qədər ehtiramını saxladım, bu ayın orucunu tutdum. Bunu düşünsün insan, bəli sevinsin, fərəh hissi keçirsin. Amma yanında bunu da bilsin ki, mən nə qədər dərk elədim bu ayı. Əgər mən bu ayı lazımi şəkildə, layiqli şəkildə dərk eləsəydim, mən istəyərdim ki, il uzunu mübarək Ramazan ayı olsun. İlin bütün günləri mübarək Ramazan ayı olsun. Hədisdə necə buyurur? Buyurur, əgər insanlar mübarək Ramazan ayının əhəmiyyətini başa düşsəydilər, dəyərin, qiymətin başa düşsəydilər, istəyərdilər ki, il boyu Ramazan olsun. Ramazan ayı olsun. Çox dəyərlidir, çox qiymətlidir. Amma yavaş-yavaş vidalaşırıq Ramazan ayı ilə. Ramazan ayı ilə yavaş-yavaş vidalaşırıq. Baxırıq ki, mərifətli insanlar mübarək Ramazan ayı ilə necə vidalaşırlar. Məhşur bildiyimiz İmam Səccad əleyhissalamın mübarək Ramazan ayı ilə vida duası var. Orada necə yana-yana mübarək Ramazan ayına xitablar eləyir. Mübarək Ramazan ayı ilə sağollaşır. İmamın halına baxın orada. Yaxşı olar ki, elə bu günlərdə İmam Səccad əleyhissalamın həmin o vida duasını oxuyaq. Mübarək Ramazan ayı ilə vida duasını oxuyaq. Allahın imamı mübarək Ramazan ayı ilə necə vidalaşır, hansı halda vidalaşır? Əssəlamu aleykə ya şəhrəllahil əkbər. Salamat qal ey Allahın böyük ayı, ən böyük ayı. Və ya Eid-i Əvliyai, ey Allah dostlarının bayramı, Allah dostlarının bayramıdır, mübarək Ramazan ayı. İmam bu cür xitab eləyir. Salamat qal, ey Allahın ən böyük ayı, salamat qal, ey Allah dostlarının, övliyalarının bayramı. Əssəlamu aleykə, ya əkrəmə məhsub minəl əvqat, və ya xeyrə şəhri fil əyyam və saat. Əlvida ey Allahın əzəmətli ayı, ey övliyaların bayramı. Əlvida ey dostlaşdığımız ən əziz vaxt, ən üstün ay. Əlvida ey arzulara çatdıran, əməlləri çoxaldan ay. Əlvida ey varlığı çox dəyərli, yoxluğu isə dözülməz dost. Kaş biz də mübarək Ramazan ayı ilə baxın bu cür vidalaşaq. Kaş mübarək Ramazan ayının dəyərin və qiymətin o qədər başa düşək ki, mübarək Ramazan ayı ilə bu cür vidalaşaq. Həqiqətən də ürəyimizdən, canımızdan süzülsün bu sözlər. Çünki başa düşürük axı. Çünki mübarək Ramazan ayına mərifətimiz var axı. Əgər belə olsa, o sözlər
ürəyimizdən gələr, canımızdan, ruhumuzdan gələr. Əlvida ey varlığı çox dəyərli, yoxluğu isə dözülməz dost. Əlvida ey tərk olunması çətin olan ümid mədəni. Əlvida ey gəlişi ilə sevindirən, gedişi ilə qəmləndirən. Gəlişi ilə sevindirmişdi bizləri, gedişi ilə qəmləndirir. Əlvida ey qəlbləri riqqətə gətirən, günahları bağışlatdıran. Əlvida ey şeytana qarşı bizə yardım edən və yaxşılıq yollarını üzümüzə açan. Əlvida ey cəhənnəmdən xilas olanların sayını artıran. Bu ayda cəhənnəmdən xilas olanların sayı çoxaldı. Mübarək Ramazan ayı vasitəsilə. Əlvida hörmətini saxlayanı saadətə çatdıran. Əlvida ey günahları yuyan və hər eybi örtən. Əlvida ey Allahın ayı. Əlvida ey Allah dostlarının ayı. Ey övliyaların bayramı. Əlvida ey gözəl anlar, ən gözəl saatlar, ən gözəl gündüzlər, ən gözəl gecələr. Allah bizləri mübarək Ramazan ayının əhlindən qərar versin. Allahdan istəyirik bu günlərdə, bu günü bizlərə doğrudan da bayram qərar versin. Bizləri öz dostlarından, öz övliyalarından qərar versin. Öz övliyalarından, dostlarından ayrı salmasın. Öz salih bəndələrindən bizləri ayrı salmasın. Mübarək Ramazan ayının əhəmiyyətini dərk eləyib, əhəmiyyətini başa düşüb, bu ayın feyzindən, bərəkətindən bizləri binəsib eləməsin inşallah. Bizləri bu ayı dərk eləyən, əhəmiyyətini başa düşən bəndələrindən qərar versin. Fitr bayramında bizləri öz fitrətinə qayıdan bəndələrindən qərar versin. Elə Fitr bayramının bir mənası da budur. İnsan bir ay özünə yox deyir, nəfsi ilə mübarizə aparır, öz fitrətinə qayıdır. Öz fitrətinə başvurur, öz fitrətinin səsini eşidir. Bizləri bu ayda öz fitrətimizə qayıdan bəndələrindən Allah bizləri qərar versin. Bizləri bu ayda əzabdan, cəhənnəm odundan qurtulan bəndələrindən qərar versin. Bizlərə bu ayda cəhənnəm əzabından bəraət verilən bəndələrindən qərar versin. Allah bizləri Peyğəmbər və Əhl-i Beytindən ayrı salmasın. Bu ayı, bu günləri bizə həqiqi bayram qərar versin. Bu ayda yığdığımız savabları, zəxirəni qiyamət günündə bizim üçün, qiyamət günü üçün zəxirə qərar versin. Peyğəmbərin şəfaətini nəsib eləsin bizə. Bu ay çıxandan sonra bu ayda yığdığımız savabları, ibadətləri məhv eləyib aradan aparan bəndələrdən bizləri qərar verməsin. Bu savabları, bu ibadətləri özümüzdə qəbr evinə aparmağı nəsib eləsin inşallah. Mən bir daha hər birinizi təbrik eləyirəm. Allah hər birinizin bayramını mübarək eləsin, oruclarınızı, ibadətlərinizi qəbul eləsin. Bu mübarək Ramazan ayın bizə axır Ramazan ayı qərar verməsin. Bu ayda yığdığımız savabları, ibadət, itaətləri qiyamət günü üçün hər birimizə Allah zəxirə qərar versin inşallah. Allah Azərbaycanımızı qorusun, xalqımızı qorusun, əskərlərimizi qorusun, düşmənlərimizi məhv nabud eləsin, bizlər düşmənlərimizə qalib eləsin. Bir xalq olaraq, millət olaraq bizləri bundan artıq bir-birimizə Allah mehriban eləsin. Azərbaycanımızın gücün, qüdrətin günü-gündən artıq eləsin. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca eləsin. Müsəlmanların vəhdətini, birliyini daha da gücləndirsin, çoxaltsın və bu vəhdəti, bu birliyi dağıdıb aradan aparmaq istəyənləri Allah məhv nabud eləsin. Zülm altında olan müsəlmanlara Allah fərəc, qurtuluş, mərhəmət eləsin. Müsəlmanların, İslamın düşmənlərin Allah məhv nabud eləsin.
Allah İmam Zaman əleyhissalamın zuhurunu tez eləsin, şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin, onların ailələrinə Allah bu günlərdə səbir versin, Allah onların bu günlərini, bu müqəddəs bayramlarını mübarək eləsin inşallah. Bizləri qiyamət günündə şəhidlərimizin qarşısında xəcalətli eləməsin. Onların müqəddəs və pak ruhların bizlərə duaçı qərar versin. Allah bu günlərdə bütün ölənlərimizi rəhmət eləsin, qalanlarımızı haqqa hidayət eləsin. Haqqı boynumuzda olanların dünya və axirətlərin abad eləsin. Dünyasını dəyişən əzizlərimizin günahları üstündən Allah qələmə əfvi çəksin. Sıxıntıda, çətinlikdə olanların, Allah müşküllərin, çətinliklərin bu günlər ehtiramına Allah həll eləsin və onları o sıxıntıdan, müşküllərdən azad eləsin. Allah bu əzəmətli günlər ehtiramına cəmi xəstələrə, bizdən dua istəyən xəstələrə şifaya acil mərhəmət eləsin. Bizi izləyənlərin nə dərdləri, nə hacətləri varsa, Allah bu günlər ehtiramına o hacətlərin rəva eləsin. Allah İmam Zaman əleyhissalamın zuhurun tez eləsin inşallah. Bayramınız mübarək olsun. Bihaqqi Muhammedin və alih və bihaqqi surətil mübarəkətil Fatihəti məəs-salavat. Allahümme salli ala Muhammed və ali Muhammed.